Hər vaxtınız xeyir. Bu dəfə də doğrudan olduqca maraqlı bir tarixi məkana gəldim. Deməli, Qaraçı Karvansarayı 2-ci Şirvanşah Xəllullah əmri ilə tikilib və inşa olunub. Buradan belə deyim, gəlib keçmiş səyyahlar burada mütləq dincəlib və yollarını davam edirlər. Baxımsız vəziyyətdədir, tamamilə dağılıb. Yəni bax, görsənir. Bir də burada bunun kitabəsi var, lap yuxarıda. Göstərim onu da. Göstərim buranı. Yəni demək olar ki, daş karxanasının ətrafında olduğuna görə, yaxınlığında olduğuna görə tamamilə dağılıb. Ümumiyyətlə, baxımsız bir vəziyyətdədir. Artıq dağılmaq üzrədir. Biz əvvələ bura gələndə bunun bu hissəsi salamat idi. İndi isə dağılıb. Diqqət edin, baxın, uyaqdır artıq. Yəni deyirəm də, bura bir neçə müddətdən sonra gələcək, artıq tarix yer üzündən silinəcək. Təxminən bura aid olunur 15-16-cı əsrə, həmin dövrə rahat eləyir. Şirvanşah 2-ci Xəlilullahın əmri ilə tikilib. Aşağıda var idi, biz göstərdiyim o Səngəsar Karvansarayı var idi, o isə 1-ci Xəlilullahın əmri ilə tikilib. Tamamilə qüllələr dağılmış vəziyyətdədir. Elə bir yerdədir ki, buranı bu qədim İpək yolunun üzərindədir. Yəni buradan karvanlar keçib, belə deyim, gəlib burada belə göründüyü kimi demək olar ki, dağılıb tamamilə. İndi mən qarşı tərəfi göstərəcəm. Burada eyni zamanda burada kitabəsi də bunun üzərində. Deməli, Qaraçı Karvansarayın daxilində olan görüntüləri göstərim sizə. Və deməli, bax, belə bir böyük zaldır. Əsas, belə deyim, böyük bir otaqdır. Ümumiyyətlə, bütün karvansaraylarda bax, belə bir otaq açılır. Və oranın ən böyük geniş otaqlarından biridir. Böyük ehtimal ki, burada əyləncə və yaxud insanların dincəldiyi bir yer olub. Belə bir məkandır. Və gəzək digər hissələrə keçim. Təəssüflər olsun ki, burada digər bir böyük otaqda artıq burada günbəz dağılıb. Yəni təəssüflər olsun ki, baxın. Yəni buranı inanmıram bundan sonra kimsə restavrasiya eləsin. Çünki artıq tamamilə dağılıb, məhv olub. Yoxdur artıq. Yəni 15-16-cı əsrin yadigarı dağılıb, yoxdur. Təəssüflər olsun. Bu belə. Gedək indi digər otaqlarına da baxaq. Burada belə deyim, sağ və sol tərəfdə eyni qaydada 2 dənə balaca bu formada otaq var. Burada dəhlizdir. Belə. Böyük ehtimal ki, burada həm də xidmətçilərin otaqları var. Yəni, xidmətçilər və qonaqlar gəlib burada qalıb. Belə deyim, digər 2 otaqdır. Bax, belə. Və bu otaq. Yəni, böyük ehtimal bura xidmətçilərin otağı olub. Digər böyük otaqlar isə bura gəlib qonaqların otaqları. Qalxaq 2-ci mərtəbəyə. Mən oranı da göstərim. 2-ci mərtəbə necədir? Bax, belə. Desəm, bax, ərazi ünlü olaraq belə görsənir. Diqqət edin. Daş karxanalarının düz ətrafında. Dəqiq ki, burada ən yaxşı otaqlarından biri olub. Təhlükəlidir, həqiqətən. Ümumiyyətcə, artıq demək olar ki, uçub. Buradan əsər əlamət qalmayıb. Yəni, 2-ci Şirvanşah Xəlilullahın əmri ilə tikilmiş Qaraçı Karvansarayı. Daha doğrusu buranın adı Miyəcikdir. Ümumiyyətcə, Azərbaycanda karvansaraylar məşhur İpək yolunun üzərində çox olub. Yəni, belə deyim, müəyyən bir məsafələrdən belə bir karvansaraylar olub. Və Səngəsar Karvansarayı, ondan sonra isə həm bu Qaraçı Miyəcik Karvansarayıdır. Deməli, belə buradan artıq çəkişləri bitirirəm və sizi dağılmış bir tarixlə üz-üzə qoyuram. Baxın, təəssüflər olsun həqiqətən ki, belə bir vəziyyətə düşüb bizim bu karvansarayımız. Həqiqətən təəssüflər. Ümumi görüntüsü belədir. Gedək, aşağıda da bir maraqlı bir faktı göstərəcəm sizə. Sarayın girəcəyində burada damğalar var, türk tayfalarının damğaları var.
Yəni müxtəlif belə deyim, tayfaların damğasıdır bunlar. Baxın. Bu damğaları vurublar, qalıb həmin bu karvansaranın girəcəyində. Ehtimal ki, o vaxt indi gələndə məsəl üçün damğalar gəlin bura göstərsinlər ki, hansısa türk tayfasındadır, belə deyim. Və yolumuza davam edeyim.